İstərdim ki, layihəniz haqqında ətraflı danışasınız. Bəli, yeni bir layihəmiz var. İstəyirik ki, hər kəsin büdcəsinə uyğun olan, bilirsiniz ki, bayaq da dediyim kimi məbləğlər qalxıb, evlərin qiyməti qalxıb. Biz də insanları düşünərək yeni bir layihə ərsəyə gətirdik ki, orada insanların büdcəsinə uyğun kreditlə evlərin tikintisinə başlamışıq, sifarişini götürürük. Hal-hazırda sifarişdə olan, yəni tikintisi hal-hazırda tikilib tam vəziyyətdə qalınmış. Bir ev, 5 dənə hal-hazırda evimiz var ki, onlar 25 mindən. İlkin ödəniş olaraq. Yox, 25 mindən artıq ümumi məbləğidir. Ümumi məbləği. Bəli, amma burada o tam təmirli vəziyyətdə deyil. Yəni tikilir, üstü vurulur, darvaza, qapı, pəncərə. Yəni bu hər kəsin büdcəsinə məncə uyğun olan birdir. Bunların da sənədləri tam qaydasındadır, çıxarışlıdır, kupçalıdır. Ümumi olaraq sot yarımda təchiz olunub, 2 sotda təchiz olunub. Yəni həyətyanı sahəsi də böyükdür, genişdir, bəli. Yəni balaca bir həyəti qalmır da. Evimizin ümumi kvadratı 90 kvadrat olur. Tam təmirli də istəsələr, biz onlara tam təmirli təhvil veririk. Orada biz istəsəz kreditə sala bilirik. 25 minin verir, qalanın minimal 500 manatla ödəyə bilər. Biz orada tam təmirli vəziyyətdə təhvil veririk. Yəni, belə deyim də, istilik rejimlərini də çəkirik, kombi xəttlərini də çəkirik. Tam remontlu vəziyyətdə təhvil də verə bilərik. Artıq onu kreditə salırıq və ondan əlavə sifarişlə evlərimizi artıq istəyirik ki, götürək. İlkin ödəniş 15-20 mindən başlayaraq 2 otaqlıdan tutmuş, 3 otaqlı, 4 otaqlıya qədər büdcələr dəyişir. Belə bir layihə təşkil eləmişik. İnşallah bizi izləyənlər bu layihədən yararlana bilərlər. Elə bilirəm ki, hər kəsin bu aşağı məbləğdə hər kəsin büdcəsinə uyğun olacaq. Bax belə. Məncə bundan da gözəl nə ola bilər ki, tamaşaçılarımız üst tutulur. Yəni bax bir də deyirəm, bu həmin o ilkin ödənişə remontsuz şəkildə vermir. Təmirsiz. Tam təmirli də verə bilərik, tam təmirsiz vəziyyət. Yəni müştərilərin istəyinə uyğun olaraq o şəkildə də sifarişlə evlərin götürülməsi müştərinin zövqünə görə daha gözəldir. Çünki təmir zamanı onlar onun keyfiyyətini də görürlər, tikinti zamanı özləri də iştirak edə bilərlər. Təmir zamanı onların zövqünə uyğun aboydur, qapılardır, laminatlardır. Bax bunları onlar müştərinin zövqünə uyğun seçirik biz. İstəyir ki, müştərinin zövqünə uyğun təhvil verək. Şeyx xanım, müştərilər ev alarkən nəyə diqqət etməlidirlər? Hansı nüansları mütləq şəkildə ilk olaraq göz önündə tapmalıdırlar? Bilirsiniz, düzdür, biz evə birinci gələndə evin kosmetik vəziyyətinə baxırıq, daha göz oxşuyur. Amma bəzən tək kosmetik vəziyyət deyil, onun keyfiyyətinə baxmaq lazımdır. Belə loru dil dediyim, evin binövrəsi, betonudur, kəməridir, qoşadaş olmağıdır. Bunlar çox vacibdir. Çünki kosmetik sonra istədiyin zövqdə təmir edə bilərsən, amma evin əsasən binövrəsi çox vacibdir. Təməli möhkəm olmalıdır. Təməli möhkəm olmalıdır, bəli. Nəysə bir müştərilər əsasən, ona görə də bizə çox gələn müştərilər çox sifarişlə istəyirlər ki, onlar həmin tikinti zamanı bayaq da dedim ki, özləri iştirak edirlər, görürlər necə tikintimiz gedir. Şükür Allaha ki, elə bir problemimiz də yoxdur. Gözəl ustalarımız var, yəni tikintilərimiz də hər biri çox keyfiyyətlidir. Nə gözəl. Və